Mən Səadət müəlliməm. Sizə kimya və biologiya fənnini tədris edəcəm. Bu gün isə biologiya 7-ci sinif dərsliyinin 2-ci hissəsindən bölmə 4 mövzu 1 olan onurğalı heyvanların xarici bədən örtükləri mövzusunun tapşırıq izahlarına baxacağıq. Elə isə keçirilək tapşırıqlara. Beləliklə mövzumuz onurğalı heyvanların xarici bədən örtükləri. Gəlin ilk öncə düşün, müzakirə et, paylaş bölməsindəki suala baxaq. Nə deyir? Tüləmə hansı hallarda baş verir, əhəmiyyəti nədir? Mən sizə ilk öncə bunu tövsiyə edim ki, əgər tapşırığı yaza bilməmisinizsə, mənim videoma girib onu olduğu kimi yazmağı sizə tövsiyə eləmirəm. Nəyi tövsiyə edirəm? Çox sadə. Məsələn, yer oxumusunuz mövzunu, anlamırsınız ki, sualımızın cavabı mövzuda hansı hissədədir. O hissələri mən sizə deyim. Onunla da bu sizə gələcəkdə 2SQ, 5SQ, 4-cü qrupa versiniz imtahanlarda belə lazım ola bilər. Zaten siz imtahana hazırlaşsanız, bunu başdan oxumalısınız. İndidən onun yerini öyrənsəniz, yadda saxlasanız, gələcəkdə sizin üçün problem yaranmaz. Ona görə deyirik, tüləmə hansı hallarda baş verir, əhəmiyyəti nədir? Gəlin baxaq, tüləmə ilk öncə nədir? Dərinin tük örtüyü vaxt aşırı yenilənə bilir. Tük örtüyünün dəyişməsi tüləmə adlanır. Deməli, bildik ki, tüləmə nədir? Tük örtüyünün dəyişməsi tüləmədir. Məsələn, mövsüm dəyişikliyi zamanı baş verə bilər. Əhəmiyyəti nədən ibarətdir? Bədən temperaturunun sabit saxlanmasındadır. Burada yazılıb. Tük örtüyü bədən temperaturunun sabit saxlanmasında mühüm rol oynayır. Ya əhəmiyyətinə bunu yazarıq. Hansı hallarda baş verir? Sonra mövsüm dəyişikliyi zamanı deyirik ki, yaz və payızda temperatur fərqlərinə uyğunlaşmaq üçün, enerji sağlamlıq balansı üçün köhnəlmiş, zədələnmiş lələklər, tüklər bədənin qoruyucu funksiyasını itirdikdə bu zaman ola bilər. Yəni, deməli, əhəmiyyəti ondan ibarətdir ki, bədən temperaturunun sabit saxlanmasında mühüm rol oynayır. Yəni, yeri örtük istiliyi daha yaxşı saxlayır da, yeni olan örtük. Tüləmənin özünü deyirik, sonra hansı hallarda baş verdiyini deyirik, əhəmiyyətini deyirik. Bu qədər sadə, həm də yadımızda qalır, öyrənirik bu yolla. Öyrəndiklərinizi tətbiq edin. Şəkildə göstərilən heyvanların tük örtüyü şəklini dəyişmişdir. Begemot verib, fili verib, tük örtükləri yoxdur, dərinin üst qatı qalınlaşmışdır, armadilli verilib, zirehləri vardır, yaxıtla kirpi verilib, iynələri və yaxud tikanları vardır. Müzakirə edindəki suallara nəzər yetirək. Bu şəkil dəyişmələr nə ilə əlaqədar yaranmışdır? Heyvanların bədən örtüyü onların yaşadığı mühitə uyğunlaşaraq dəyişib. Yəni, hər heyvanın öz mühitində sağ qalmaq üçün xüsusi qorunma üsulu var. Məsələn, begemot və fildən nə ilə əlaqədardır? Onlar isti yerlərdə yaşayırlar. Onların tükləri yoxdur. Çünki tüklər bədən daha da isidərdir. Bunun əvəzinə dəriləri qalındır ki, günəşin təsirindən və yaralanmalardan qorunsun. Sonra gələk armadil. Armadil özünü qorumaq üçün zirehlərə malikdir. Bu zirehlər onu yırtıcılardan, zərbələrdən müdafiə edə bilir. Sonra gəlir yaxıtla kirpi. Bunlar isə iynə və tikanlara malikdir. Bu iynələr düşmən yaxınlaşanda onları qoruyur. Yırtıcı kirpiyə və yaxud yaxıtnaya hücum etmək istəyəndə iynələrdən qorxur, ondan uzaqlaşır. Yəni, hər biri özünü qoruma üsulu olduğu üçün var. Yəni, bu dəyişmələr xüsusi qoruma üsulu olduğu üçün yaranıb, onunla əlaqədardır. Sonra ikinci sualımız, belə şəkil dəyişmələr bu heyvanlara hansı üstünlükləri verir? Hər heyvan öz mühitində daha rahat, təhlükəsiz yaşayar da. Fil, begemot dediyimiz kimi günəşdən qorunar, bədənlərini də tüksüz və qalın dərili olduqları üçün sərin saxlaya bilərlər. Armadil zirehlər sayəsində özünü müdafiə edər, yırtıcı ona hücum etsə belə zirehlər onu qoruyar. Sonra yaxıtla və kirpi iynələri ilə düşməni uzaqlaşdırar. İynələr onların sağ qalmasına kömək edir, çünki yırtıcılar onlara yaxınlaşmaqdan çəkinər. Yəni nə? Hər heyvan öz mühitində daha rahat və təhlükəsiz yaşayar. Bu üstünlüklərinizi yoxlayana keçid edək. Öyrəndiklərinizi yoxlayın. Birinci sualımız. Yer üzündə iqlimin dəyişməsi heyvanların bədən örtüyünə təsir edirmi? Fikrinizi əsaslandırın. Bəli, təsir eləyir. Çünki heyvanlar yaşadıkları mühitə uyğunlaşmalıdırlar. Yəni, məsələn, isti yerlərdə yaşayan heyvanlarda tüklər azalır ki, bədən çox qızmasın. Bayaq necə dedik? Baxın, burada. Fil, begemot, onlardan danışdıq. Dedik ki, onlar tük örtükləri yoxdur, dərilərinin üst qatı qalınlaşmışdır. Daha sonra soyuq yerlərdə yaşayan heyvanlarda isə qalın tük örtüyü olur ki, onlar da soyuqdan qorunsun. Məsələn, ayı, tülkü. Yəni, iqlim dəyişdikdə heyvanların dərisi və tük örtüyü də dəyişər. Sonra ikinci sualımıza baxaq. İkinci sualımız nə deyir? Düzgün ifadələri seçin. Gəlin hamısını bir-bir oxuyaq. Hansı düzdür? Onları seçək. Hansı düz deyil? Onların da səhvdirsə düzgün variantını deyib onları ixtisar edək. Gəlin baxaq. A variantı. Quşların dərisində çoxlu vəz var. Xeyr. Bu yanlışdır. Üstündən bir kres çəkək. Nə üçün yanlışdır? Onu da deyim sizə. Quşların dərisində az vəzi olur, əsasən də büzdün vəzisi olur. Üçüncü sualımızda baxın, burada izah eləyəcəyik.
Büzdün vəsinin quşlar üçün əhəmiyyəti nədir? Yəni səbirli olun. B variantı. Qurbağaların dərisindən və çılpaqdır. Bu doğrudur. Qurbağaların dərisi selikli və nəm olur. Bunu götürəcəyik. Bəli. Daha sonra C variantı. Sünnəlilərin dərisi quru və vəzsiz olur. Bu da doğrudur. Onların dərisi pulcuqlarla örtülüdür. Vəzləri isə yoxdur. Götürək C-ni də. D variantı. Amfibilərin bədən temperaturu ətraf mühitdən asılıdır. Doğrudur. Qurbağa kimi amfibilərin temperaturu mühitə uyğun dəyişir. Bunu da götürərəm. Balıqların dəriləri çılpaq və seliklidir. Doğrudur. Balıqların dərisi selik ifraz edir. Bu da onları sürüşkən edir. Yeni də götürərəm. Məməlilərdə tük örtüyü inkişaf etmişdir. Doğrudur. Məməlilərin bədənində tüklər olur. Bayaq necə ki tüləmədən danışdıq. Bu da elə. Məməlilərin dərisində vəzi yoxdur. Yanlışdır. Məməlilərdə çoxlu vəzi var. Bayaq yuxarıda gördüyümüz kimi tər, süd, piy vəzisi, hətta yerin qoy göstərim sizə. Qoxu vəzisi, tər, piy, süd və qoxu vəziləri vardır. Sonra hansılar düz oldu? Qeyd edək burada. B, C, D, Y, F doğru oldu. A ilə G isə yanlış cavablardır. İndi keçək 3-cü sualımıza baxaq. Büzdün vəzisinin quşlar üçün əhəmiyyəti nədir? Bu da çox sadə. Büzdün vəzisi elə bil ki, quşların quyruq nahiyəsində yerləşir. Bu vəzi yağlı maddə ifraz edir. Quşlar dimdikləri ilə bu yağı götürüb lələklərinə sürtürlər. Bu yağ lələkləri su keçirməz eləyir və onları elastik saxlayır. Beləliklə quşlar uçarkən və ya suya girərkən lələkləri zədələnmir, islanmır. Bugünkü izahımız bura qədər. Digər aydın olmayan yerlər varsa, şərh bölməsində qeyd etməniz kifayət edər. Yaxud da hansısa testlərin, saytların izahını istəyirsinizsə, şərh bölməsində qeyd etməyi unutmayın. Digər dərslərimizdə, izahlarımızda görüşənədək. Sağ olun.